Ersoy Production'ın təqdimatında Baksel'in baş sponsorluğu ilə 3 bacı serialı başladı. Sponsorlar Berqa çayı, Min Bərəkət, Halal Neymət, Formula 7, Ülker Ticarət markası. Xəbəriniz var da keçən dəfə nə oldu? Nə olub? Oturun elə seriallara baxın. Arvad döyürsünüz, yatmışsınız fil qulağında. Siz arvad olanda mən havaya 3 dəfə güllə atacağım. O 3 bacı yoxdur, 3 həyasız. Getmişəm o gün liftpulu yığmağa. O Rusiyyətə qaçan dədələrini söyməmişəm ki. O Titanik Əhmədi. Liftpulu yığıram da. Bilməmişdik. Çestlərinə toxundu. Bir qapını açmağa açdılar mənim üçün. Qanacaqsızlar. Əsəbimdən partlayırdım. Allah görür. Xədicənin ahu tutdu onları. Evlərində bir qırğını idi, gəl görəsən. Onların bir bacısı var, aktrisi olmaq istəyir, Allah eləməmiş. Başlarını bir oyun açdı o günləri. Ürəyimdən bir tikan çıxdı. Saadət. Saadət. Ay Saadət. Saadət sənə qurbanım, nə oldu ay Saadət? Saadət nereden gedir ay Sevinç? Mahkeme bakmaya götürsen gel skoruya. Kimə? Təcili yardıma da. Bacın qurban ay Saadət. Bir ketçupda belə israf olundu. Ne oldu? Boş yerə getdi. Öz acısını götürüb, mən istədiyimi. Allah sen öldürsün. Sahiden 3 saattir bu bıçak aktarırım. Qonşular da düz əməli qonşudur ki, adamın dərdinə şərik olsunlar. Marif öz işində, daha doğrusu iş verməyində. Salam yoldaş mayor. Adliyəndə nə var nə yox? Darıxıram, çox darıxıram. Pəncərədən insan nə qədər baxar. İnsanlar gedirlər işə, uşaqlar məktəbə. Qonşumuz Mursal balkonu icazəsiz bağlayır. Tikir də tikə gedir o. Fasadın içi, bayır tərəfdən fasadı körlüyor. Necə, tanımırsınız? Da 3-cü blok, 3-cü mərtəbə, 33-cü kvartira. Marifin də bu yaşında Julietası Xakir Kübra öz işində. Alo. Да, красавчик. Слушаю тебя. Я все твое. Oğuz ben nəsən? Marif sensən? Yox, Bond. James Bond. O gün də 3 bacılar utanmaz durub gəliblər mənim yanıma üzrxahlıq eləməyə. Mən də elə arada 1-2 söz soruşdum, kimsiz, hardansınız, kimlərdənsiz, ilişib qaldılar. O bacısı da Səadə rusça bir dənə söz dedi. Heç kimə də не должно отчитываться. Xədicə xanım. Aksenti eşitdinizlər. Atamın cəhənnəmdə yanan canı haqqı. Dedim, burada nəsə var. Onlara gələn məktubu poçtalyondan gizlin aldım. Başqasının məktubunu oxumaq yaxşı deyil. Elə imенно buna görə açdım, oxudum. Arada kəndimiz üçün elə darıxıram ki, tez-tez sizin şəkillərinizə baxıram. Səadətin inək sağan şəkilləri, sevincin qaz yolan şəkilləri, xoşbəxtin qoyun qığından muncuq düzəltdiyi şəkilləri, Pamela Anderson'ın lüt şəkilləri, yox, bu başqa papqadır, bir dəqiqə. Söz verirəm ki, işlərim qaydasına düşən kimi qaydacam. Öpürəm hörmətlə, atanız Titanik Əhməd, Rusiya. Sən demə bu qızlar da aznaqar açıqlı, zır kəndçidirlər, özlərinin də xəbəri yoxdur. Özləri də elə kefdədirlər. Clive Christian Emilio Majesti. $215.000 boğazında qızıl üzük olan, 5 karat brilyantdan qapağı olan, o nə də istəyirsən olan Clive Christian Majestik. Nə doğru? Xoşbəxtdir ki, o şirniyyat dükanını işlədir. Daha doğrusu bankrot edir. 13 manat 50 qəpiyi də mənim ayağıma yaz.
Necə dediniz? Kaprikornla. Ay sağ ol. Dedim siz istirahətinizdə olun. Görün mən Xədicə sizi necə sancıram. Dedim ki, Heveslendik bir gün geldik çıktık Biz üç bacı büyük şehre Burada çoxlu yeni dostlar tapdık Ümidlendik aydın seher Sevinç tecrübe esiri Yemek xoşbəxtin məhrizi Bilir komşuların da her biri Səadət sevmə dərsidir Çöldə, işdə, evdə, tigravanıq hər məqamda Biz çox mehribanıq qonşularla xoşbəxt dolanırıq Evdə yola getməsək də biz iş bacılar Bax, hər kəs bunu bilir hər tərəfdən min bir söhbət gedir Kimsə tərsdir, kimsə yola gedir Baxın sevin gülün gəldik üç bacılar ladna qızlar. Açaq sandığı. Yaxşı olmadı bir də. Açaq sandığı. Nə var sandığın içində Xədicə? Ürəyim düşdü ki, sən hardan çıxdın günün gün orta çağı? Günün günorta çağı yox, səhər saat 6-da sentyabrın 25-i 1972-ci ildə. Ətraflı Rodilnidən öyrənə bilərsən. Nə var sandıqda? Elə belə deyirdim də. Açaq sandığı, tökey pambığı. Az yemək lazımdır. Nə danışsan? Mən də elə bilirəm kimisə öldürmüsən, gizlətmisən, sandığın içində gözləyirsən, hava qarasını aparıb bastırasan suda. Uçaskovu. Mən elə adama oxşayıram. Tutaq ki, lap Marifi öldürdüm. Qoydum sandığa. Onu necə aparıb atacağım dənizə? Qulupur. Bu Marif öldürüb Xədicə. Yaxşı. Bu anam imkan vermir yaşayaq nəfəs alaq. Bax, nə oldu yazır rəisə. Rəis də bizi qaçırdır o yana, bu yana, o yana, bu yana. İşinizdir də. İşimizdir, hə. Bir nəfər askıra bilmir məhəllədə onun əlindən. Sən askıra bilmir demək istədin də, hə? Elə dedim də, sən nə öyrəşmirsən ki, eşitməyə Xədicə? Mənlə işim var. Yoxdursa, mən çıxım gedim. Əslində otur, dara gedirsən, otur, bir dəqiqə deyəm. Əslində sənin haqqında, sənin o qeybətlərindən bezən qonşular hər gün 20 dənə şikayət yazır. Sadəcə bəxtin bir sənə də gətirib, bu qeybət adında maddədə heç nə yoxdur. Ona görə də rəis deyir ki, işiniz olmasın ona. Qoy cəhənnəmə qeybət eləsin. Vergül. Papasına da salam desin, nöqtə. Gör yer varsa nida işarəsi də qoya bilərsən. Sən mənə başqa şey dinə. Deməli, burada bir şikayət var. Elvini görməmsən? Elə buralardaydı. Gitaristi deyirəm, ha? Bildim, elə buralardaydı. Həri? Hə. Nədən şikayəti var? Soruşmağa dəyməsən? Bu yax sandıq haqqında söhbət elədik. Nəysə, mən getdim. Alo, nədir Kübra xala? Mənəm Xədicə. Yoxsa elə bildin internetdə saldığın oğlanlardan biridir? Qulaq as. Evdəsən? Gəlirəm. Nə? Az mən alaram qatığı. Evdə ol, gəlirəm. Sağ ol. Salam Kübra. Yenə kimin evini yıxırsan çatda? Xədicə, qapını necə açdın? Açarla. Sən o bayır qapını mən satmamışam sənə. Zapas açar saxladım ki, birdən başın qarışar internetə. Allah eləmiş, evin zadın yanar. Xəbər tutmazsan. Gəlim səni xilas edim.
Çox məntiqli ehtimaldır. Nu, İşte onu. Gedəndə açarı qoyub gedərsən. Nə lazımdır? Kübra, bir məktuba cavab yazmaq lazımdır. İstəyirəm çapla yazılsın ki, xəttim bilinməsin. Olar? Onlar niyə olmur? Çox sağ ol, yaz. Salam əziz ata. Xədicə, Nə? sən atan rəhmətə getməyib. Yoxsa elə bilirsən ki, bu internetlə cəhənnəmə məktub göndərmək olur. Ay qız, mən öz atama yazmıram. Bir də cəhənnəmə niyə? Bəs nə? 76 nəfər repressiya göndərməklə cəhənnəmə düşürlər. Bəs hara? Yaz. De gəz. Əziz ata. Məktubunu aldıq. Biz də sizin üçün çox darıxırıq. Tələsmə. Yo, poz onu, poz. Yaz, burnumuzun ucu göynəyir. Səndə olan şəkillərdən bizdə yoxdur. Xahiş edirik, o şəkilləri bizə göndər. Başqa adres yazırıq, ora göndərərsən. Öpürük səni, qızların sevinç, xoşbəxt və səadət. Taçka. Sən. Xədicə, bu bizim təzə qonşuların adından yazırsan. O üç bacına. Hə. Xədicə, mən bu məktubu yazmayacağam. Kübra. Heç yaxşı olmaz. Məhəllədə bilsələr ki, sən bu ahıl yaşında cavan oğlanları internetdə sağırsan. Və ən əsası, qonşumuz Mariflə SMS-ləşirsən. Heç yaxşı olmaz. İfritə. Çox sağ ol. Davam edirik. Deməli belə, axırda öz adresini yazırsan. Dayan da tələsmə. Tez. Şəkillər gələn kimi printerdən çıxartırsan. Hər bacının öz istədiyi var. Axtar, internetdə adreslərini tap. Hacker döyürsən. Hər bacının şəklini öz oğlanına göndərərsən. Başa düşdün? Və salam. Mən getdim. Двойно ifritə. Salam aleyküm. Zəhmət olmasa biraz o karameldən çəkin. Alo, hə. Deyirəm axı yolda qalmışam. Maşının motoru tökülür. Mənim yox, maşının motoru. Deyirəm motor. Çıx yerin dibindən qara intiqam. Parçalı qəlbimdəki ümidlərimi dostum Yaqub. Stop. Sən də telefonumu düzəlt də. Alo. Motor. Percik qədər vəfat elədi. İskəndərin yaratdığı dövləti satraplar bölüşdürdü. Bizi müqəddəs oda and olsun ki, məni siz evladlarınız, bizim hamımızı isə tarix qiymətləndirəcək. Çox sağ olun. Qoy gəlib özü çəksin. Səadət! Nabiz! Borcum nə qədər oldu? 3 manat 60 qəpik.
markası. Stop. 2 dəqiqə pas verin. Bugün çəkilməyə əhvalım yoxdur da. Niyə? 2 dəqiqə stop. Abadoktan birini seçsin. Qubum özü seçsin da. Mən Amadok seçənəm. Hə, bir dənə bir çayla gətir Tünzəliyə. Hər dəqiqə. Sağ ol. Ülviyyədən sonra sən, sonra mənəm də. Ne kadar şetadır bu? Tünzəli özü seçsin. Burada seçmeye ne var ki bence bu? Ha? Tortu getir koy bura. İncedir. Əladır. Sponsor Berqa çayı. Tez ol. Əhvalım değişmişken gelin çəkək də. Sponsorlar Min Bərəkət Halal Neymət, Formula 7, Ülker Ticaret markası. Salam yoldaş Bayo. Benim. Numarifti. Ne var ne yok. Narahat edemedim sizi. O benim altımdaki komşu var. Adamın kondisyoneri beni. Adam nemişlik yaradır da bu. Da. Öyle nemişlik sırrısı var ki evde. O gün bir balık takmışam evde o nemişlikten. Yok da öyle satırındırdı. Kifalıydı. Ama bir encam kıldı bu küle. Nece? Ne olsun benim altımdakidir. Bu ki küleyli şehir, küley vurur suyu, kaldırır çırpır benim divarıma da. Encam kıldı. Ne? Oldu. Özünden bu gayet ol. Sağ ol. Salam Arif kişi. Selam aleyküm teyzeli. Koy. Sen buraya önce girdin. Kapını neyle açtın? Banditsen sen. Açar. Necə açar? Açarla da. İnsiz adamlar size. Elə Kübra ilə yaxşı tapışmısınız. O bayır qapını mən satmamışam sizə. Zapas açar saxlamışdım ki, birdən başın qarışar Kübra ilə SMS-ə, dəm qazından boğularsan, gəlim səni çıxartım. Sənin o logikovu mən qoyun kəsərəm ha. Nə? Camış. No bir şey kesmeliyim ben. Quzu. Hə, cavan qoyun. Bak, sənin o çubuqla... yaxşı. O məsələni mən bilirəm, sən boş yerə danışmırsan. Bax, bu şantajlara görə səni bir gün tutturacağam. Bax, dedim sənə. Sözün canlı dedik, tutar. Arif kişi, sən bu qonşuların mal mülkünü əzbər bilirsən. Nə ki, indiyəcə maraqlanmamısan ki, sənin bu divar qonşuların nə ilə dolanır? O şirniyyət dükanı bunlarda hardandır? Nə əcəb səndən? Xədicə, bax, sən bilirsən, mən həmişə pis adamlardan şikayət edirəm. Ama səndən də şikayət eləmişdim, atandan da şikayət eləmişdim. Özüm mən o bacıların xətrini çox istəyirəm. Yaxşı qızlardır. Hər gün mənə sigaret alırlar, havayı. Qurban bayramında qurbanlığı gətirirlər, Novruz bayramında Novruzdur gətirirlər, yumurta döyüşdürürük burada. Novogodda Sinegurska gətirmişlər, bəlkə 2-3 gün qaldı burada. Güclə qovladım. Bilməmiş olmazsa. Nə şu bilmirəm. Deyirəm. Bəs Qara bayramda nə gətirirlər? Qara bayramda da sən gəlirsən də. Arif kişi, mən səndən bir şey istəmirəm ki. Prosta deyirəm ki, Uçaskova ilə sənin aran yaxşıdır. Bir dənə ondan öyrən gör. Bu qızlar, bu şirniyyət dükanını hansı pula açıblar? Sənin üçün maraqlı deyil. Çox pis adamsan ha. Aton sənin yanında toya getməliydi. Yaxşı, bu da sənə kömək edəcəyəm. Amma sən o Kübranın MMS-ini sil oradan. Baş üstə. Bilirəm, taksir Kübuşdadır. Sən onu öyrən. Kübuşdadır. O nömrəsini değişir, mənə demir. Silim. Sil. Silirəm. Gördün? Nədən? Kişi kimi? Kişi kimi. Onu danışaq. Danış.
Bir şey yiyeceksiniz. Hayır, sağ ol. İçmeye nese getireyim. Teşekkür ederim. Yok. Nese lazım olsa çağır. Sağ ol. Neredesin sen? Əvvəldə anons elədiyim kimi Tarık bizim türk qardaşımız. Sevincin isə aşqıdır. Çox gözəl cütlükdür. Sevincin hər dəfə görüşə gecikməyinə görə aralarında mübahisə düşür. Xoşbəxtin qorxusundan hələ ki gizli görüşürlər. Səadət demişkən, teatr Veşilkadan başlayır. Tarık isə "Neredesin sən?" kəlməsindən. Neredesin sen? Gör ne vakit oldu ki yoksun Sevinç. 4 saattir seni bekliyorum bu kafede. Artık herkes tanıyor beni burada. Dün gece de şehirde işittim, 2 nefer sohbet eder. Diyorlar ki, sabah kafede görüşelim. Hangi kafede? Cevaba bak. Tarık oturan kafe. Bazı menbaalardan da duydum bu kafenin adını değiştirecekler. Ne koyacaklar biliyor musun? Tarık oturan kafe. Sevinç, seninle tanıştığımızdan beri ben seni sürekli bekliyorum, arıyorum. Neredeydin? İş. Tıxacda. Harda olacağım? Şehrimizi göt tanımırsan. Sevinç, aptal mı sanıyorsun beni? Ne tıkacı? Metroda ne tıkacı yavrum? Ey Tarık, sen ne kadar deyinirsən, ne kadar narazılıq edirsən, 100% uşaq vaxtı gecdir açmısan, indi hamının hayfını məndən çıxırsan. Başa düş, mən artıq bekar adam deyiləm. İşə düzəlmişəm, Nereye? bir firmaya. Bana demeyi lazım bilmedin mi sen hiç? Eğer bir Azeri olan olsaydı senin kafanı kırardı şimdi. Benim sana karşı böyle nazik davranmamı istifade ediyorsun değil mi? Yaxşı da Tarık, bax, belə demə də. Bax, sən bilirsən ki, bizim hissənin qətiyyən alınmır. Boy fərqini nəzərə almasaq. Bir də ki, mən sənə hər şey demək məcburiyyətində deyirəm axı. Ümumiyyətlə, el diminə əsaslanaraq mən elə bir qərarətə gəlmişəm ki, mənə qabaqcadan danışmaq düşmür. Məsələn, mən həmişə fikirləşirdim ki, gözəl bir türk oğlanla danışılacaq. Ama ben de Türk'üm yavrum. Aa, güzel bir Türk değil mi? Yox, mən onu demək istəmirdim. Ama öyle alındı. Yaxşı da Tarık, uzatma. Məni təbrik et. Artıq bu gündən mən bir firmada tərcüməçi kimi işə düzəlmişəm. Tercüman mı? Hangi dilden tercüme yapacaksın? Azərbaycan dilindən, Azərbaycan dilindən. Nə deyir, nə qaz kimi baxırsan? Kaz gibi mi? Demek ben kazım. O zaman sen de kaz gibi yol beni hadi. Sen zaten profesyonelsin bu konuda. Nə? Nə qaz? Nə yolmaq? Dəhşətini Tarık bir mənə baxdı. Mən şəhər qızım, heç bilmirəm. Qaz nə olan şeydir? Bu şekli benim mail adresime gönderdiler. kubra@gmail.com adresinden. Seni tanıyan biri kesin. Ne güzel çıkmışsın burada. Yoksa diyeceksin bu ben değil miyim? Yoksa diyeceksin bu ben değil miyim? Ben değil miyim? Ben değil miyim? Ben değil miyim? Sensin yavrum. Çok yakışmış bu sana. Mən Ben seni böyle daha çok sevdim. Sevinç. Salam yoldaşlar. Necəsiz? Qulaq as. Bu uçaskovu var sizdə salam. Hə, o işləmir ha. Qram işləmir o. Bizdə bir cavan oğlan var, gitarist. Bütün günü gitar ancaq 24 saat. Bir dəqiqə. 24 saat dıngıldadır, qoymur cəmaatı istirahət eləməyə. Bir məşğul olun da bu işlərlə də. Kişi. Hardadır, məhəllədədir? Burada, salam ha. Bir dəqiqə. Düz. Yıxılarsan ya. Ay, salam. Ay, bir... Abala bu boyda məhəllədə sən onu tapa bilmirsən. Mavi kişi, mobiliniz atdı bir yen zəng vurum görüm ara düşür. Bəlkə sən bir o zəhmət çəkib onun adını çəkəsənsən. Ha? Lallar teatrıdır. Hayırdır? Bəli cənab kapitan. Görsən ki oradadır.
Üzr istəyirəm, gözlətdim sizi. Bu salam işləmir də. Vapşe işləmir, gəzir burada tum çıx deyir səhərdən. Deyirəm, o işe götürəndə bəlkə bu səhv düşüb. Allah güldürsün məni. Belə, necə? Bəli. Buna bir qulaq vurması gəl də, sən buna bir qulaq vurması niyə gəlmirsən sən? Gəl. Bana ne istedi? Bana da istedi. Güya bana artık istedi. Aç da. Ne? Yaxovu. Senin atan da beliydi. Sen de bilirsən. Faşistsən də, sən faşist. Adama işkəncə... Bana yaxşı da hara sokursan. Rus adama işkəncə vermək. Deyirəm, yaxşı. Yoldaş reis, sənin bir işim düşüb yenə. Səndən bəzi məlumatlar almaq istəyirəm, bəzi. Kubuşun gözündən uzaq. Xoşbəxt. Demək belə, mən getməliyəm. Axşam şam yeməyinə dəvətliyəm, hazırlaşmalıyam. Gedirəm evə. Sən də gedərsən evə, soyuducuda bir qazan dolma var, bir qazanda plov. Yeyərsən. Gördün doymursan, orada bir qazanda xaş var. Gördün yenə doymursan, diqqətlə bax. Bəlkə heç bir yaxdan özün yemir. Xoşbəxt. Mənə görə darıxma. Amma bilirəm ki, bu səndə alınmayacaq. Heç kim də alınmır. Mama ne olsun? Akını çıxardın. Asta ne var? Sağ ol, xoşbəxt. Bu isə Mərdandır. Xoşbəxti dəlicəsinə sevən, utancaq bir oğlan. Xoşbəxt onu sevir, amma hələ ki naz eləyir. Mərdanın arıqlığı və utancaqlığı xoşbəxti evliliyə qərar verməkdən hələ ki çəkindirir. Onun fikrincə utananın oğlu olmaz, çox utananın isə heç toyu da. Merdan, deməmişəm bura gəlmə. Niyə elə deyirsən? Bayaqdan gözləyirəm, hamı çıxıb getsin, səni görüm. Doğrudan qəpikləri manat eləyə bilərsən? Qəpiklər oradan səndə. Demirəm, bayaqdan səni gözləyirəm. Bütün müştərilərimiz elə bilir stayanşika, mənə pul verirlər. Amma şişdə öyrəyib, pul da qazanaram. Səni də tez-tez görərəm. Bizimki səndən tutmaz, Başa düşün. Niyə? Biz böyrə 10 rəqəmini oxşuyuruq. Mən istəyirəm ki, mən belə hündür boy, enli kürəkdə oğlan belə qucaqlasın, mən belə... Neysə. Xoşbəxt, dünyada əlləri 2 metr yoğan insan yoxdur. Heç mənə 2 santimetr də lazımdır. Yaxşı, gəl ondan sonra sənə sənin sevdiyin qara mıncıqdan boyunbağı almışam. Buna bax. Sən nə bildin ki, mən qara mıncıqları xoşlayıram? Mən ki, sənə deməmişəm bunu. Düzü bilmirdim. Amma fikirləşdim ki, baxma da, qoyun qığındansa qara mıncıq yaxşıdır. Qara qıq nə də? Qıq da, qoyun qığı. Qoyun qığı nə də? Əsəbləşmə. Şəklə bax. Bu şəkilsi nərdəndir? İnternetdə göndəriblər. Kubra@gmail.com-dan. Kubra. Deməli Kubra. Kubra yox, Kobra. Belə. Kodu daxil eləyim. Allah qoysa
Clara'nın dışında olan BMW benim olacak. Ay. Uf. Hatice'nin paxıllıqdan ürəyi partlayacaq. Yes. Bunu da Marif'e verim. Ona bağışlayacağım. Yes. Ay Allah. Salam. Salam. Necəsiz? Yaxşıyam. Yadınızdadır keçən dəfə mən sizə Forma 7 Plus preparatı haqqında məlumat vermişdim. Hədiyyə də vermişdim. Yaxşı, onda mən sizə yenə də bu haqqda məlumat verim. Forma 7 Plus preparatının tərkibi iştahını azaltmağa, maddələr mübadiləsini normallaşdırmağa, arıqlayarkən yaranan o halsızlıq, yorğunluq kimi halların tam aradan qaldırmasına yardım edir. Artıq hər kəsin çox sevdiyi Forma 7-dən yenilik olan Forma 7 Plus preparatı arxayınlıqla artıq çəkidən azad olmaq istəyənləri arzuladığı çəkiyə qaytaracaq. Üzr istəyirəm, amma mən həmin xanım deyiləm. Yaxşı. Onda sizin qohumlarınızdan əgər kimsə artıq çəkidən əziyyət çəkirsə, bunu onlara tövsiyə edə bilərsiniz. Yaxınlarıma tövsiyə eləyərəm. Oldu, çox sağ olun. Çox sağ olun. Sağ olun. Yaxın. Biraz da yaxın. Daha yaxın. Baş sponsor Baksel. Günü... Günü neydi? Elikan seni sundu. Tamam. Sevinç. Axırıncıdır. Əhvalım o deyil, müəlliminiz. Sağ ol. Bir də senaryo verin. Murat. Kimdir? Ver. Paltarlı. Onu demirəm. Sevinç aklımda. Sevinç. Əhvalım dəyişdi. Çəkək. Motor. Sponsor Perqa çayı. Mən səhnə üçün doğulmuşam. Sağ ol. Var. Bravo. Sponsorlar Min Bərəkət Halal Neymət, Formula 7, Ülker Ticarət markası. Şam yeməyinə görə çox sağ ol, təşəkkür edirəm sənə. Xoşdur Səadət. Sənlə keçirdiyim hər saniyə mənə xoşdur. Vüsal bəy. Əvvəldə dediyim kimi Vüsalın bank müdiri olması bizi məcbur eləyir ki, ona Vüsal bəy deyək. Çünki bizim də kreditə ehtiyacımız ola bilər. Səadət və Vüsal bir-birini dəlicəsinə sevirlər. Amma Vüsal arada Səadəti öz kaşlyokuna qısqanır. Vüsal bəyin əsas xüsusiyyətlərindən biri onun şoka düşdüyü zaman incə səslə uzun-uzadı qışqırmasıdır. Mən söz verirəm. Məşhur aktrisa olanda Hollywood səhnələrində əlimdə Oscar dayananda deyəcəm ki, bu günümə görə Vüsal, sənə borcluyam. İmkan tapan kimi də borcumu qaytaracağam. Sənə bir şam yeməyi verəcəm. Çoxdan da bir şey soruşmaq istəyirəm. Həmişə yadımdan çıxıb. İndi birdən yadıma düşdü. Vüsal, sən imkanlı bank müdürüsən. Pul problemin yoxdur, ev, maşın problemin yoxdur. Bəs niyə hər dəfə mənə bir şey alanda hesaba baxıb qışqırırsan? Bilirsən, Səadət, mən özüm bu xasiyyətimə görə utanıram. Amma neyim ki, uşaqlıq travmasıdır. O vaxt atam mənə demişdi ki, bütün dərslərindən 5 alsan, sənə samakat alacam. Mən də gecəmi gündüzümə qatdım, oxudum. Bütün dərslərimdən 5 aldım. Hətta əlaçı oldum. Atam neynədi? Atam mənə samakat almadı.
Atam mənə samakat almadı Səadət. Atam mənə samakat əvəzinə avtomobil aldı. Şoka girdim və başladım qışqırmağa. O vaxtdan da bu aydın. Hər dəfə hesab böyük olanda Səadət, mən şoka girirəm və başlayıram Aydındır. qışqırmağa. Amma sıramızda nə elə də bahalı şeylər istəmirəm axı. Nəysə. Mən də səndən bir söz soruşmaq istəyirəm. Çoxdandır ki, bir yerdəyik. Özün bilirsən, səni çox sevirəm. Yəqin sən də məni, hə? Səadət, sevirsən? Hə, əlbəttə. Sonunda niyə görə Səadət? Vüsal, başlama da yenə də. Mən görürsən ki, mən hələ ərə getməyə hazır deyiləm. Mən yeməyimi yedim, sifarişimi elədim, amma sən heç nə yeməmsən. Afisant! Bəli, mən az deyiləm. Mənə təzə sağılmış inək südü gətirin. Bağışlayın mən. İnək südü, yeni sağılmış. 1 stakan. Başa düşdüm. Bağışlayın, südümüz var. Amma təzə sağılmış inək südümüz yoxdur. Aldatmayaq bir-birimizi. Eybi yox. Bu yaxınlarda ferma olmalıdır. Səadət. Mənim üçün gedib sağarsan inəyi, nəsə könlüm təzə süd istədi. Vüsal, təzə çıxır. Nə inək, nə süd. Mən hara, inək hara? Mənim e-mailimə bir şəkil gəlib, Gübradan bir e-mail gəlib. Deməli, bax bu şəkil, Səadət, səni mənə tamam başqa tərəfdən tanıtdı. Mən çoxdan idi ki, halal süd sağmış bir qızla ailə həyatı qurmaq istəyirdim. Keçdi. O nə sifariş eləmişdi? Quş südü, can dərmanı kokteyli və qara kürüdən 5 şiş lülə. Nə oldu? Danışdın? Öyrəndim. Deməli, bölgə nümayəndəsinin xəbərinə görə bu 3 bacı əvvəl oldular 1 bacı. Sonra 2 bacı, sonra 3 bacı. Bunlar bəlkə kətdə yaşayır. Narahat ölsən. Yox, əla. Sonra bunlar anaları rəhmətə gedib, Allah rəhmət eləsin. Sonra ataları bunlara baxıb. Ataları baxıb, sonra baxa bilmir. Borc basıb bunu. Borc basandan sonra neynəsin? Neynəsin? Deməli, yığışıb faşistlik eləmə. Yığışıb çıxıb gedib Rusiyyətə. Məktub yazıb qoyub bunlara. Məktubda yazıb ki... Mənim əziz qızlarım, bu məktubu yazmaq çox çətindir. Əgər məktubu oxuyursunuzsa, deməli Latin əlifbasını axır ki öyrənibsiniz. Bilirsiniz ki, mən bu ortasında batıram. Artıq kətdə mənə Titanik Əhməd deyirlər. Mənim toqquşduğum iceberg Sabala Barcelona komandası oldu. Onun məğlubiyyətinə qoyduğum pullar, variantlar məni müflis elədi bala. Qaçmalıyam bu kətdən. Rusiyyətə, nə bilim bir hansısa bir, deyək ki, Podmoskoviyə, hansısa bir ulica Leningradskaya, hansısa bir, nə bilim, bir Nataşanın yaşadığı ev 12, deyək ki, mənzil 39, Allah göz sözünü də bilmirəm. Bax, lələmin dal təkər haqqı deyirəm, bilmirəm. Nəysə bala, Bakıda bir şirniyyat dükanım var. Onu sizə vəsiyyət edirəm. Nə deyim valla, buradakı evi də satın, köçün Bakıya. Mağazanı işlədin, yaşın bitər. Nə deyim dayı? Vay dədə! Bizə xahişim var, arxamca ağlama. Ay dədə! Sadəcə eşitmirsən? Ağlama demirəm. Ay dədə bizi qoymana getdi. Notariyanı hara getdim? Səadət adresi dedim, axı bala, yadından qaçırtmadan, ha? Ben deyirdim, mən bu maması sifətlərin yanında tək qoymayasın, ay dədə.
Aldın daşın oyundan mənə toy palatkası qurarsan, ay dədə. Ben deyirdin Sevincin iter üzülü satın beni Hollywood'a gönderesen, ay dədə. Neyniyək? Evi kimə sataq ki, Targovda özümüzə ev alaq. Targovda özümüzə ev alaq. Aa, biz kendi satmırıq, evimizi satırıq. Targovda yok bir merkezde. Saadet, evimizin puluna Targovda maksimum 1-2-3 atmosfer hava alabiliriz. Targov havası. Ay, Bəlkə avtobusla gedək, ayaqla üleriyə şəhərə qədər. Sən nə danışdın? Avtobus nədir? Ah, avtobus. Taksi! Taksi! Qənimət! Budur, gəldilər. Eşeğin belində palçıqda gəzənlər indi mokrasvatda maşında gəlirlər. Xədicə, biz üçümüz də şəkilləri aldıq və araşdırıb öyrəndik ki, sən demə, bu şəkillərin hamısını o hacker Kübra göndərib. Kübra da elə bil bizi gözləyirmiş. Getdik evinə, qapının ağzına yazıb yapışdırmışdı ki. Biz kənd qızları olmağımızla fəxr eləyirik. Elə bizi istəyən oğlanlar da kənd qızları olduğumuza görə sevirlər də bizi. Bir də ki, Üzr istəməyə ehtiyac yoxdur. Heç o torta da ehtiyac yoxdur. De, toya gedirəm. Tort gələnə qədər gözləyəcəyəm. Dedim axı. Üzümə tort vurub arıları daraşdırdığınıza görə mən sizi arıdan da bərk sancacağam. Mənə də Xədicə deyərlər. Mən sizi bağışlamıram. hə? Hə. Siz kimsiz? Keşiş. Saç ustası. Renksaz. Doğrudur. Space'in efirində Ya bir də tıkışacağım. soyun təqdimatında Da-da-da-dam. Bilet yoktu. 3 bacı olacaq. Saat 21:45-də. Utanmırsan Xədicə? Benim kızıllarım! Aç da elimi aç. Konuşmayır. Burada qonşuda qırğındır. Bir gün maraqdan ölsəm, zapiska yazıb qoyacağam ki, bunlar məni öldürdü. Mütləq baxın. Belə vurmalıydım. Mən belə vurdum. Gülməli olacaq. Bu Seviçkan niyə çıt deyib qabığın yerə tökürsüz axı siz? Bəs neyə qabıqlı yeyən? Baş sponsor Baksel.
Vaqif sənsən? Vaqif kimdir qız? Zarafat elədim də, nə Vaqif? Samir, necəsən? Samir kimdir qız? Samir. Yox, Samir Bagirov. Tənha Ramiz? Yox. Şən. Ceyhun. Nikin nə oldu sənin? Faraon. Görəsən, bizim o kənddəki şəkləri hardan tapıb? Yağın arvad versiyası. Bizim ağzımızın atamız Rusiyaya məktub yazıb. Şpiyon Xədicə. Halbuki bu şpiyonun dədəsi də saqqılıymış. Bütün məhləni satıb kişi. Elə bəlkə ona görə də bu dəqiqə cəhənnəmdə yatır. Şpiyonluğuna görə. Axşam vaxtı cəhənnəmdəkiləri narahat eləmə də səndə. Bu nə krem idi axı verdi mənə, bütün üzüm qaşınır. Özüm icad eləmişəm. Xoşuma gəlir. Işığı da söndür də. Kitab oxuyurdum axı. Aşkı var da gözündə. Fuad, Ay sən. bəlkə xəyaldır. Xəyal da deyil. Onda bəlkə Norka papaqdır. Norka papaqdır. Onda Marif. Marif sənsən? Ha, Marif. Bağışlayın, biz sizinlə Skype-da tanış olmuşuq, yoxsa Facebookda. Sizin nikiniz nədir? Əmrah deyil. Yox, ha, kubuş, yox. Onda Şüngül. Bəlkə King Kong'dur? Yox.